Hormonal analizlərdir. Yəni qan analizləri. Həmişə suallar olur ki, qan analizləri də lazımdır belə elə. Düzdür, əsas infeksiyalarla işləyirik, yəni cinsi yolla keçən infeksiyalarla işlədiyimizə görə daha çox infeksiya analizləri eləyirik. Və bu analizlərdə qeyd elədiyim kimi endirimdədir, 12 mikroba görə 125 manat ödəniş olunur. Analizin öz qiyməti paket şəklində 180 manatdır. Amma paket şəklində olduğuna görə və endirimdə olduğuna görə bizdə ödəniş 125 manat olur bu analizlərə. Qaldı hormonal analizlərə. Hormonal analizlər nədir? Bunlar əsasən kişi cinsi zəifliyində, sonra kişi sonsuzluğunda istifadə olunur. Bu qandan olunan analizlərdir. Bu analizlər zamanı qanda olan hormonlar nədir demək bizim bədənimizdə çoxlu vəzlər var. Həmən vəzlər qanımıza maddələr ifraz edir və onunla biz idarə olunuruq. Beynimizdən tutulmuş bədənimizin hər yerində o vəzlər var. Boğazımızda qalxana bənzər vəz, başımızın içində hipofiz vəzi, əsas epifiz vəzi, bunlar hormonal vəzlərdir. Yəni maddə ifraz edir ki, bizim bədənimizin işini tənzimləyir. Eləcə də xayalar özləri də, yəni bunlar da elə bir ki, hormonal vəzlərdir. Yəni bunlar da özlərindən qana maddə ifraz edirlər. Maddənin adı testosterondur, kişi hormonudur. Əksər hissəsi xayalarda istehsal olunur. Az bir qismi böyrəkli vəzidə istehsal olunur. Eyni zamanda prostatda, prostat vəzi də bunun belə deyək, mübadiləsi gedir, çevrilməsi, gücləndirilməsi gedir. Prostat vəzi də hormonal prosesdə rol oynayır. Əsasən də testosteronun dihidrotestosterona çevrilməsində rol oynayır. Daha güclü bir maddəyə çevrilməsində rol oynayır. Yəni bu orqan, bu vəzdə, prostat vəzi də çox vacib orqanlardan biridir kişi cinsi funksiyası üçün. Saydığım orqanlar və biz analiz götürəndə, qan analizi götürəndə bu hormonları yoxlayırıq. Nədir bu hormonlar?